Assalamu aleykum, dəyərli və əziz müsəlmanlar. Nəzərinizə çatdırmaq istədiyim bir məsələ var. Hal-hazırda insanlara din deyiləndə insanların yadına gələn, insanların fikrinə gələn qədim dədə-baba adətləri, ənənələri və onlardan gördükləridir. Halbuki Qurani-Kərimdə Allah Teala deyir ki bizə, sizə bu İslamı göndərdikdən sonra yenə dədə-babaların dini deyə o köhnə adətləri din deyə mi yaşayacaqsınız? Halbuki sizə İslamı din olaraq seçdim. Yenə də dədə-babaların sandığı yolla gedəcəksiniz. Bəs onlar səhv etmişlərsə, yenə səhvi təkrar edəcəksiniz. Allah Teala Bəqərə surəsində bizə belə buyurur. Allahın dini endirilən dindir. Uydurma din anlayışı isə şeyxlərin, müridlərin və yaxud da bəzi belə insanların, vid verənlərin və ya başqa bir rabitəçilərin ortaya çıxardıqları, uydurduqları şeylərdir. Və o həmin insanlar nə dindən, nə haqdan, nə Qur'andan, nə də Allahın hökmlərindən söz etməzlər. Qur'anı sadəcə gözəl oxumaqla, avazla oxumaqla, məxrəclərlə, ağlayaraq ölülərə oxu deyərlər. Çünki həmin insanlar heç vaxt istəməzlər ki, Allahın hökmləri olduğu kimi insanlar bilsin. Əgər insanlar Allahın hökmlərini bilsələr, insanların bir çoxu qəflət yuxusundan oyanarlar. Çünki onlar istəməzlər ki, insanlar qəflət yuxusundan oyansınlar. Çünki bəzi insanlar uzun saqqallı, başında təkkə, əmmaməli, əbalı insanlar dini özlərinə gəlir mənbə eləyiblər. Bu gəlir mənbəyi alət halına gətirən, özlərinə gəlir, keçim, pul qazanan bu sahəni onlar əldən buraxmaq istəmirlər. Dəyərli insanlar, əziz müsəlmanlar, dəvətim sizi haqq olan Qur'ana, Allaha, Allahın hökmlərinə ancaq onları tətbiq eləyib həyata keçirməyədir. Bizi də, peyğəmbərləri də sorğu-sual eləyəcəyini Allah Teala Qurani-Kərimdə bildirir. Bizim sorğu-sual edəcəyimizi Allah Teala Qurani-Kərimdə bildirir. Biz öldükdən sonra günah və cəza baxımından, savab və işlədikləri əməllər baxımından bizi sorğu-sual eləyəcək. Peyğəmbərlərin sorğu-sualı isə şahidlik ilə əlaqəli olacaqdır. Peyğəmbərlər şahidlik eləyəcəklər ki, Allahın kitabını insanlara çatdırdım, bildirdim, vəzifələrimizi yerinə yetirdik deyə. Bizim vəzifəmiz haqq olan dini, İslamı olduğu kimi yaşatmaqdır. Və hər bir müsəlman, hər bir insan, hər bir özünün müsəlman iddia etdiyi insan haqq dini olan İslamı ayaqda tutmalıdır və uydurmalara dində yol verməməlidir. Nə qədər ki, insanlar uydurmalara yol versələr, onlar qula qul olarlar və haqq olan dindən çıxıb uydurma din anlayışında olan insanlara kölə olar, öz beynindəki ağlı, zihni, öz düşüncəsini onlara qurban eləyər və onları ilahlaşdırıb onların qabağında baş əymiş vəziyyətdə özünü tapar. Bizim bu hala düşməməyimizdən ötürü, insanların bu hala düşməməklərindən ötürü, uzun saqqallı, ağ saqqallı, təkkəli, əmmaməli, ölmüş, bəzi belə insanları Allah ilə tay tutmayın. Tutduğunuz halda kiminsə qabağında baş əydiyiniz təqdirdə, baş əydiyiniz halda Allah Teala deyir ki, sizin etdikləriniz bütün ibadətləri, yaxşı işləri nə eləmisinizsə, hər bir şeyi yox eləyəcəyəm, siləcəyəm.
Bunun üçün biz ağlımızı başımıza alaq və Allaha qul olaq.